alış-veriş günü və ya Amerikanların dilində desək Black Friday. Black Friday ilk başlarda 1800-cü illərdə yaranıb və Amerikan prezidentinin qızıl üzərindən monopoliyanın götürülməsi nəticəsində qızıl dükanlarındakı endirimə əsasən, yəni endirimləri görən Amerikan xalqı kütləvi şəkildə qızıl dükanlarına axışıb. Yəni yeri gəlmişkən deyim ki, hal-hazırda Amerikada qızıl almaq, yəni Azərbaycanda kimi deyil, yəni qızılla o qədər önəm vermirlər. Nəsə, həmin o prezidentin qərarı 4-cü gün, yəni Thanksgiving günü, yəni bayrama düşüb və sabahı günü qızıl dükanlarına axış nəticəsində Black Friday, yəni həmin 5-ci gün çox güclü alış-veriş olub və ondan sonra həmin günü qeyd eləməyə başlayıblar və daha sonra ilk 1900-cü illərdə Macy ən böyük satışını edib Black Friday günü və ondan sonra yenə də daha məşhurlaşmağa başlayıb və polislər, Philadelphia polisləri Amerikada, yəni həmin o Philadelphia'da, yəni Black Friday günü çox alver olduğuna görə, Thanksgiving'dən sonra bayram günü olduğuna görə insanların küçəyə axışması və müxtəlif tıxacların yaranmasından onlar biraz qəzəbli şəkildə Black Friday kimi tanıdıblar. Dediyim kimi bir neçə nəzəriyyə var ki, nəzəriyyə deyəndə bir neçə versiya var ki, Black Friday necə yaranıb. Mən hamısını bir-bir ard-arda deyirəm ki, yəni necə yaranmasını və onlar polislər əsas versiya o polislərin üzərindədir. Yəni 5-ci gün daha çox insanların küçəyə axışması və tıxacın yaranması, insan axınının yaranması nəticəsində polislər bunu Black Friday, hətta 6-cı gündə olmasına görə Black Saturday adlandırırlar, yəni Black şənbə günü, qara şənbə günü. Black Friday Amerikanların ən çox alver elədiyi gündür. 150 milyona yaxın insan alış-veriş edir və 550 milyard dollardan çox alış-veriş, yəni hesablamalara görə 50 milyarddan çox alış-veriş olur və bu günü bütün mağazalar açıq olur və hətta bəzi mağazalar səhər saat 5-dən açılır. Yəni gecə işçilər işləyir, qiymətlər dəyişilir, səhərə kimi qiymətlər dəyişilir və yeni qiymətlər qoyulur və ağlınıza gəlməyəcək dərəcədə endirimlər olur. 90%-ə qədər endirimlər olur, 80%, 50%, 70%, çox güclü endirimlər olur və Amerika tarixində ən güclü alış-veriş günü kimi qeyd olunur. Yəni bu Black Friday günü ən çox alış-veriş olan günü kimi qeyd olunur. Yəni bir də ki, bu gün elə bir gündür ki, Amerikalılar lazım oldu, olmadı nəsə alırlar. Shopping has become a pastime. I recently came across a genre of video on YouTube called shopping hauls, where people sit down and share all the things they purchased that day. It's usually a lot. Today's video is a Black Friday haul. Black Friday haul! There's nothing like this Black Friday haul. I go hard on Black Friday. It's primitive in a way, scouring malls like hunters and gatherers. Biologically, they must experience the same feeling our ancestors got hunting through the jungle, fighting for their lives, and hauling back a lion to their village. I got these adorable little Christmas socks. Okay, maybe not. Yəni məsəl üçün ən çox Black Friday televizor alması kimi daha çox şey edir. Yəni Walmart falan, Target falan dükanlarına girən kimi televizoru götürüb çıxırlar və onun üçün də o səhər saat 5-də qapı açılanda kütləvi şəkildə insan içəri girir. Hətta bir neçə videonun axırına doğru bir neçə məlumat da verəcəm. Hansı ki Black Friday günü o ölümlə nəticələnən və mağazalarda işçinin və digər ölümlərinin nəticələrin də məlumatlarını verəcəm. Və həmin günü kim nə lazım oldu alır. Yəni lazım oldu, olmadı pul verirlər, pul xərcləyirlər və bu çox güclü qeyd olunur və bundan sonra mən keçən dəfə videomda demişdim ki, yəni Halloween bayramı ilə birlikdə ilin sonuna qədər bayramlar gəlir və Thanksgiving və bundan sonra da Black Friday, ondan sonra Christmas
bir bayramlar ard-arda gəlir və bunlar Amerikan xalqının ən çox pul xərclədiyi aylardır bunlar. Oktyabr, noyabr, dekabr ayları ən çox pul xərclənən aylardır. İnanılmaz dərəcədə pul xərcləyirlər. O cümlədən də Black Friday günü, yəni best, yəni top pul xərclənən gündür. Bir neçə ştatda ölüm hadisələri nəticələnib və ona kimi bir şey deyim. Əgər alış-veriş eləmək istəyirsinizsə, mən sizə məsləhət görürüm. Bu videonun sonunda sizə deyəcəydim. Alış-veriş eləmək istəyirsinizsə, Black Friday günü alış-veriş edin, amma çalışın küçələrdə yox, online. Yəni bu Amerikada bütün ən məşhur mağazalar Best Buy'dur, Costco'dur, Target'dir, ən çox da online satıcı Amazon'dur. Bunlar hamısı online sifariş verə bilərsiniz, online ala bilərsiniz. Bu Black Friday günü alın, amma online alın ki, siz də bu kütləyə qarışıb, yəni xəsarət almayasınız deyə deyirəm. Gəlin biz bir balaca da o Black Friday günü zədələnənlərdən, yəni xəsarət alanlardan danışaq. ...2006-cı ildə Best Buy'da iki satıcı bir-birini öldürüb. 2008-ci ildə Walmart'ın içinə daxil olmağa çalışan 2000-dən çox əhali, yəni alıcı işçini, şüşələri qıraraq işçini öldürüblər. Yəni bilmədən öldürüblər, yəni şüşələr qırıldıqda işçi yəqin ki orada zədə alıb. 2010-cu ildə Wisconsin'da qadın Toys R'ın çölündə 2 nəfəri öldürüb və 2011-ci ildə Kaliforniyada qadın almaq istədiyi məhsula görə məhsulun üstündə başqa yanındakı, yəni həmin məhsulu almağa cəhd edir. Burada yəni limitli sayda məhsullar olur. Limitli sayda deyəndə məsələn hər məhsuldan 20-dən 30 dənə olur. Hamı çalışır ki, götürsün, çıxsın aradan və qadın həmin o məhsulu götürmək istəyənin üzərinə qaz spreyi sıxaraq onları zərərsizləşdirib bir növ və məhsulu əldə edib. 2012-ci ildə Walmart'ın Florida'da Walmart'ın çölündə 2 nəfər bir-birini güllələyib öldürüblər parkingdə və mən buna görə də bayaq videoda qeyd etdiyim kimi deyirəm ki, Black Friday günü alış-veriş eləmək istəyən online alış-veriş eləsə daha yaxşıdır. Çünki nə ilə qarşılaşacağını bilmirsiniz. Çox yəni belə deyək də, çılğınca alış-veriş olur və çox çılğınca bir-birinə qəsd edə bilərlər bu günü. Ona görə də ən yaxşısı elə online'da ya da ki, alış-veriş eləmək yaxşıdır, amma online yaxşıdır. Yenə də məsləhət sizindir və dediyim kimi bundan sonra bayramlar gəlir. Çalışıram bu bayramlarda da hər bayramdan haqqında bir balaca məlumat verim, məlumat verici videolar çəkim. Sizin də xəbəriniz, məlumatınız olsun ki, Amerikada bu bayramlar qeyd olunur, hansı günü qeyd olunur, nəyə görə qeyd olunur. Və dediyim kimi hər Thanksgiving'in sabahı günü, yəni Thanksgiving dediyim kimi noyabr ayının 3-cü həftəsinin 4-cü günü qeyd olunur və hər cümə günü də Black Friday'dir, həmin Thanksgiving'dən sonra. Bu qədər. Güman edirəm ki, video xoşunuza gəldi və sizi məlumatlandıra bildim müəyyən qədər. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi unutmayın. Yeni videolardan xəbərdar olmaq üçün də kanala abunə olmağı unutmayın. Çox sağ olun, təşəkkürlər.